Salam, heç fikirləşmisinizmi ki, sərvətə çatmaq üçün gecə-gündüz ağır işləmək bəlkə də yeganə yol deyil? Bəs sizə desəm ki, pul sizə daha təbii, demək olar ki, heç bir səy göstərmədən gələ bilər. Çox güman ki, bu, sizə öyrədilənlərin tam əksidir. Amma bu dəfəki izahatımızda biz məhz Bob Proctor'ın bu heyrətamiz metodunu araşdıracağıq. Bilirəm, bu sual ilk baxışdan çox qəribə, hətta şok edici səslənə bilər. Axı bizə bütün həyatımız boyu nə öyrədilib? Çox çalış, əziyyət çək, fədakarlıq et. Amma bir anlıq dayanıb düşünsək, bəlkə də bu sualın cavabı bizim maliyyə reallığımızı kökündən dəyişə bilər. Yaxşı, gəlin birbaşa məsələnin özünə keçək və əksəriyyətimizin bəlkə də fərqində olmadan düşdüyü bir tələni araşdıraq. Həmin o, daha çox işləsəm, daha çox pulum olar tələsini. Çoxumuz elə bir dövriyyənin içindəyik ki, daha çox, daha gərgin çalışırıq, amma ayın sonunda nəticə demək olar ki, dəyişmir. Bu, eyni ilə qaçış zolağında qaçmağa bənzəyir. Bəli, çox hərəkət edirsiniz, çox tərləyirsiniz, amma əslində 1 santimetr belə irəli getmirsiniz. Problem sizin səylərinizdə deyil. Əsl səbəb bizim zehnimizdə işləyən görünməz bir idarəetmə sistemidir, bir proqramdır. Və əgər bu proqram qıtlığa, yəni çatışmazlığa köklənibsə, siz istədiyiniz qədər fiziki səy göstərin, nəticə dəyişməyəcək. Məhz sizi geridə saxlayan bu daxili proqramdır. Yaxşı, əgər problem bu daxili proqramdırsa, bəs onu necə yenidən yaza bilərik? Bax, cavab kainatın tamamilə fərqli bir qanununda, yəni vibrasiya anlayışında gizlidir. Gəlin elə Bob Proctor'un öz hekayəsinə baxaq, çünki o bu sirri öz acı təcrübəsi ilə öyrənib. Təsəvvür edin, bir vaxtlar Bob Proctor'un bütün bir ildə qazandığı pul bu qədər idi. Cəmi $4000. O, dəlicəsinə çalışırdı, amma nəticələr heç cür gəlmirdi. Və bu da hələ hamısı deyil. Üstəlik, gəlirindən daha çox, düz $6000 borcu var idi. Yəni, o tamamilə dibdə idi. Problem onun az çalışmasında deyildi, əsla. Və Bob məhz burada hər şeyi dəyişən bir anlayışla tanış oldu. Vibrasiya. Bu nə deməkdir? Sadə dildə desək, sizin daxili enerji vəziyyətiniz. Bob başa düşdü ki, əsas məsələ onun nə etdiyi deyil, daxilən kim olduğudur. O, kainata daim qorxu, narahatlıq və çatışmazlıq enerjisi göndərirdi və təbii ki, kainat da ona eynisini geri qaytarırdı. Həll yolu isə vibrasiyasını dəyişmək idi. Beləliklə, işin əsas məğzinə gəlib çıxırıq. Daxili vibrasiyanızı və bununla da maliyyə reallığınızı dəyişmək üçün ilk növbədə pul haqqında olan daxili ssenarinizi yenidən yazmalısınız. Gəlin səmimi olaq. Uşaqlıqdan bəri şuuraltımıza hansı fikirlər yeridilib? Pul ağacda bitmir. Zəngin olmaq üçün gərək dəridən qabıqdan çıxasan. Biz fərqində olmasaq da, bu kimi inançlar beynimizdə səssiz əmrlər kimi işləyir və həyatımıza bolluq axınının qarşısını alır. Bəs Bob Proctor bu ssenarini necə dəyişdi? O, 3 güclü vasitəni, 3 linki birləşdirdi. Amma diqqətli olun, təkcə yeni bir fikri təkrar etmək kifayət deyil. Əsas məsələ o yeni reallığı emosiya ilə, bütün varlığınızla hiss etməkdir. Məhz bu iki güc, təkrarlama və emosiya bir araya gələndə əsl möcüzələr baş verir. Baxın, bu Proctor'un kiçik bir kartın üzərinə yazıb, hər zaman cibində gəzdirdiyi o məşhur cümlədir. O bunu hər gün, hər səhər, hər axşam dəfələrlə oxuyurdu. Amma sadəcə oxumurdu. O bunu hiss edirdi, yaşayırdı. Əvvəlcə bu ona böyük bir yalan kimi gəlsə də, zamanla bu daimi təkrarlama və güclü emosiya bu sözləri onun şüur altına həkk etdi. Ancaq zehni dəyişikliyi hekayənin yalnız bir hissəsidir. Pulun və bolluğun sizin həyatınıza daxil olması üçün ona yer lazımdır. Və bu, təkcə bank hesabınızda olan yerdən getmir. Söhbət həm də fiziki məkanınızdan və gündəlik cədvəlinizdən gedir. Baxın, bu Bob Proctor'un başına gələn demək olar ki, lətifə kimi bir hadisədir. O, Torontoda yeni şeylər üçün həyatımızda məkan yaratmaq barədə bir seminar keçirir. Evə qaydanda isə nə görsə yaxşıdır, qonaq otağı tamamilə boşdur. Divan, stullar, masa, hamısı yoxa çıxıb. Kainat onun istəyinə çox konkret cavab vermişdi. Həyat, siz azad etdiyiniz boşluğu mütləq doldurur. Və bu, boş fəlsəfə deyil, bunun elmi tərəfi də var.
Araşdırmalar göstərir ki, dağınıq, qarışıq bir mühit bədənimizdəki stres hormonu olan kortizolun səviyyəsini qaldırır. Eyni zamanda beynimizdə fırlanan o yarımçıq qalmış işlər daimi bir zehni səsküy yaradır və bizim yaradıcı enerjimizi sanki bir vampir kimi sorur. Məkan yaratmaq, həm də enerjinizi tükəndirən, məqsədlərinizə xidmət etməyən öhdəliklərə şuurlu şəkildə yox deməyi bacarmaqdır. Məşhur investor Warren Buffett'in bu sözü əslində bir sirri açır. Hər bir şuurlu yox sizə doğru istiqamətdə düşünmək, hiss etmək və hərəkət etmək üçün qiymətli zaman qazandırır. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. İndi isə gəlin bütün bu prinsipləri həyatınıza tətbiq etmək üçün sizə aydın, addım-addım həyata keçirilə bilən bir plan, bir çağırış təklif edim. Hazırsınız? Gəlin başlayaq. Birinci gün. Evinizdə istifadə etmədiyiniz 10 əşyanı ayırıb azad edərək fiziki məkan yaradın. İkinci gün. Beyninizi aylardır məşğul edən o kiçik, yarımçıq işi tamamlayaraq zehni məkan açın. Üçüncü gün. Enerjinizi qorumaq üçün sizə uyğun olmayan bir təklifə cəsarətlə yox deyin. Dördüncü gün. Evinizdə kiçik bir güşəni tam təmizləyib səliqəyə salın və onu öz rifah zonanız elan edin. Beşinci gün. İstifadə etmədiyiniz bir abunəliyi ləğv edərək büdcənizdə yer açın. Altıncı gün. Sadəcə 2 saatı heç nəyə ayırmadan yeni gəlir ideyaları haqqında düşünmək üçün özünüzə vaxt ayırın. Və nəhayət 7-ci gün. Bütün bu dəyişikliyi yeni şəxsiyyətinizə bağlamaq üçün öz şəxsi uyğunlaşma ifadənizi, yəni Bob Proctor kimi öz cümlənizi yazıb emosiyalı oxuyun. Bax, hər addım kiçikdir, amma birlikdə böyük bir hərəkət, böyük bir dəyişiklik yaradırlar. Yəni, günün sonunda əsas məsələ budur. Daxilən kim olduğunuzu dəyişin və xarici nəticələriniz heç bir zorakılıq olmadan təbii şəkildə onu izləyəcək. Bu, pulun arxasınca qaçmaq deyil, pulun sizinlə ahəngdar olmasına icazə verməkdir. Və bu izahatı birbaşa sizə ünvanlanmış bir sualla bitirmək istəyirəm. Bugün, elə indi, həyatınızda yeni və daha yaxşı bir şey üçün hansı kiçik məkanı yarada bilərsiniz? Bəlkə kitab rəfinizdə, bəlkə gündəlik cədvəlinizdə, bəlkə də qəlbinizdə. Verdiyiniz cavab maliyyə gələcəyinizin başlanğıcı ola bilər.